Sonra 2 il Məcmuə Şüara Məclisinə getdim. O məclisdə müxtəlif mövzularda mübahisələr olurdu. İndi bu gizli deyil ki, qəzəliyyatda fars sözlərindən istifadə məsələsi bu həmişə belə mübahisə doğuran məsələ olub. O məclisdə həmişə etiraz edirdilər ki, bu fars sözüdür, bunu işlətmə. Məsələn, mən elə bir qəzəlim vardı, orada təyyar sözü işlətmişdim. Ona mütləq deyirdilər ki, yox, bu təyyarı buradan götürməlisən. Təyyar bizim söz deyil. Yaxşı, təyyarə. Biz təyyarə demirik. Uçaq demirik ki, təyyarə deyirik, düz deyil. Bizim təyyar adlarımız var da, kişi adları təyyar. Və belə mübahisələr düşdü. Bir sözün üstündə mübahisə olurdu orada ki, bunu olmaz, bunu olar. Belə elə bir çəkişirdik, bərkişirdik, çəkişirdik, bərkişirdik. Amma mən indi məclis üzvləri hamı bilir ki, nə vaxt mübahisə olurdu, mən mübahisədə qalib gəlirdim. Bir də görürdünüz ki, Mircəlal, və mən ona da necə deyərlər, borcluyam, o bir dəfə getirdi, gəldi Bəhirlər haqqında hamısına belə çap vərəqində, bir neçə çap vərəqi bizə verdi, payladılar hamımız, ondan oxuduq, əxs elədik. O da çox belə ceyli adam idi, özü çox gözəl bilir, alim-şumadır. O ilə də görürsünüz, sözüm düz gəlmirdi hərdən. O özü bir dəfə burada Türkanda tədbir oldu, Cavan şairlərin kitabının təqdimatı idi. Bütün əruz şairləri yığışmışdılar Türkanda Mədəniyyət evində. Ağaxan Abdullayevin qardaşı oğlu. Çox gözəl bir dəsti xətti var. Onun kitabının təqdimatı idi. Orada mən bir müstəzat dedim. Müstəzat dedim, gəldim, Mircəlal da oradaydı. İnanırsınız, o mənimlə əl verdi, görüşdü. Dedi ki, oğulsan sən, oğulsan.